həqiqi malik Allahdır. Mən necə sahib ola bilərəm? Biraz da qoy açım sizə mövzunu. Mən necə sahib ola bilərəm, malik ola bilərəm? Deyə bilərəm, sənə nisbət bu mənimdir. Bu üzüyü sənə nisbət mənimdir. Yaxşı? Sənə deyir ki, mənimdir də. Bunu sənə deyə bilərəm, ona deyə bilərəm. Bu onundur. Mən onunam. Sənə nisbət mənimdir, ona nisbət mən onunam. O ki, qaldı mənim üzüyüm. Ona Allah Teala buyurur, atuhum min malillahillezi atakum. Mən verdiyimi verin. Mövzunu neynəməsi? Tohidi dünya görüşü verir də mənə. Yəni, səndə olan nə vara, o sənin dövrdə, mənim yolumda xəricdə. Demirəm ki, sən özünkini xəricdə, məndə, mənimdir, ver. Düzdür, ona nisbət hələ ki, sənindir. Amma mənə baxson, mənimdir. Baxışlar fərq edir. Hardan baxırıq məsələyə? Məsələ odur. Belə qalsa, hər şey onundur. Biz də onunluq, aləm də onundur. Ona aid olanları infaq edirik. Onun məsləhət bildiyi yerə infaq edirik. Bir də misal belə çəkirlər, maraqlı deyirlər. Bir bağın yiyəsi var, sahibi var, bağban tutub ona tutaq ki, aya 1000 manat verir. O da onun bağına baxır. Gülünə, çiçəyinə, meyvəsinə. Bağın yiyəsi də hərdən bağa gəlir. Bağban da bilir ki, büyün gələcək. Gedir qəşəng güllərdən dərir, gətirir bağban çatanda bağın qabağına, deyir, buyur, sənə gətirmişəm. Bağban baxır, nə deyir? Da demir, da bu mənim idi, bağ da mənim, gül də mənim, çiçək də mənim. Nə deyir? Çox sağ ol, zəhmət çəkdin, Allah səndən razı olsun. Təşəkkür edir. İndi bağ, bu aləm bağ misalında, bağın sahibi də o. Nə iniriksə də onun bağından götürüb ona veririk, başqa bir şey eləmirik. O da bizə təşəkkür edir, yaxşı iş görəndə. Çox sağ ol, maşallah, əhsən. Biz də uşaq kimi çox aldanmışıq, elə bir daha böyük iş görmüşük. Biz də bəli, sən sağ ol ki, sən qəbul edin, bu sənin idi, təşəkkür edirəm, mənə bura gətirmişsən, burada işləyirəm, minnətdaram, məni də qoymaya bilərdim, burada olmaya bilərdim. Bu qədər söz-söhbət var qabaqda. Bunlar hamısı yaddan çıxıb, başlayır özünə öyünmək ki, mən bunu elədim, axı. Qardaş, onun bağındasan, onun gülündərmisən. Bu baxış düzəlsə, tohid dünya görüşü çox mühümdür.